Salam aleyküm gözəl izləyicilərim. Necəsiz? İnşallah ki, yaxşı olarsınız. Deməli, qardaşım deyir bizdə olanda ad gününə 2 gün qalmışdı. Çıxıb gedəcəkdilər deyə öncədən qardaşıma sürpriz bir tort etmək istədim. Evdə nəyim var idi, ondan elədim. Deməli, hazır dekor kremi idi. Sonra hazır ballı tortun yuxaları var idi. Onlarla elədim. Bu dekor kremi çox təriflədi satıcı, götürdüm, amma nəysə qarışdırdıqdan sonra biraz sulu qaldı. Ballı tortun lavaşlarını öncədən isladırdım şərbətli su ilə ki, tez hazır olsun. Çünki axşam saat 11-də yola çıxacaqdılar. Nəysə, yaxşı-yaxşı kremlədim, yuxaları yığdım. Gəlin qoymadı məni ki, gedim marketdən üstü üçün bəzək alım.